A, B və C natural ədədləri üçün A-nın B-yə nisbəti bərabərdir 2-nin 3-ə nisbəti və B-nin C-yə nisbəti 4-ün 5-ə olarsa, A + B + C cəminin ən kiçik qiymətini tapın. Burada nisbətimizi qeyd edək. A-nın B-yə nisbəti 2-nin 3-ədir və B-nin C-yə nisbəti isə 4-ün 5-ədir. Burada B bir dəfə 3-ə, bir dəfə isə 4-ə mütənasib olduğu üçün birinci nisbətdə hər tərəfi biz 4-ə, ikincidə isə 3-ə vursaq, B-lərin qiymətləri bərabərləşər. B həm birinci, həm ikincidə olduğu üçün qiymətləri bərabərləşsə, biz bu nisbətləri rahat istifadə edə bilərik. 4-ə vursaq alınır 8-in 12-yə nisbəti, burada isə 3-ə vursaq alınır 12-nin 15-ə nisbəti. Deməli, A ədədini 8K-ya, B ədədini 12K-ya və C ədədini də 15K-ya mütənasib götürə bilərik. Və əgər bizdən bu cəmin ən kiçik qiymət tələb olunursa, elə A-nı 8, B-ni 12, C-ni isə ən azı 15 götürə bilərik. 8 + 12 + 15, 20 + 15, 35.